الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد. Dersimiz devam edir Böyük Günahlar kitabından. İmam-ı Zəhabi rahmetullah həmçinin böyük günahlardan hesab edir ölü ət yemək, qan yemək və donuz ət yemək. Ölü ət yemək, bütün alimlər ittifak edib ki, ölü ətini yemək haramdır. Və həmçinin bütün alimlər ittifak ediblər ki, qan yemək və donuz ət yemək də haramdır. Və böyük günahlardandır. Əgər ölü ət yiyən tövbə etməsə, onun ahirətdə işi təhlükəlidir. Eləcə də qan yiyən, eləcə də donuz ət yiyən. Allah-u Teala Quran-ı Kerimdə buyurur, Ən'am surəsinin 145-ci ayəsində: قُلْ لَا أَجِدُ فِي مَا أُوحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَى طَاعِمٍ يَطْعَمُهُ إِلَّا أَنْ يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَسْفُوحًا أَوْ لَحْمَ خِنْزِيرٍ فَإِنَّهُ رِجْسٌ. Allah-u Teala Peyğəmbər s.ə.və əmr edərək buyurur ki, de, mənə vəhy olanda haram şeylər sadəcə bunları tapıram, bunları bilirəm. Kim yersə, meyit əti, qan və donuz əti. Ona görə ki, bu nəcisdir. Həqiqətən, əgər bir insan heyvanı kəsərsə, əti yeyilən heyvanlardan birini Bismillahirrahmanirrahim demədən kəsərsə, onun ətinin hökmü də ölü ət kimidir. Onu yemək haramdır. Əgər müsəlman bir kəs Bismillahirrahmanirrahimi bilərəkdən tərk eləyərsə, alimlərin çoxuna görə o kəsdiyi ət yeyilmir. Sadəcə İmam-ı Şafii Bismillahirrahmanirrahim sözünü müstəhəb görür. Yəni, müsəlmanda müstəhəb görür, deyir, ixtiyar sahibidir. İstəyirsən desin, istəyirsən deməsin. Lakin doğrusu odur ki, alimlərin çoxu onu buyurur ki, Bismillahirrahmanirrahim deyilməyən heyvanın əti ölü ətindən fərqli deyil. Heyvanın əti ölü ətindən hesab olunur. Əgər boğulub ölərsə suda və yaxud hündürdən düşüb ölərsə və yaxud heyvanı vurub öldürərsə və yaxud başını toxmaqla ağır dəmir vasitəsilə vurub əzib öldürərlərsə, bunların hamısı ölmüş heyvanlardan hesab olunur. Bunların ətini yemək kəsinliklə qadağandır, böyük günahlardandır. Sahibi əgər bunu edibsə, mütləq tövbə eləməlidir. Və həmçinin qan. Bəzi ölkələrdə var, bəlkə də bəzi müsəlmanlar hal-hazırda bugünkü gündə yeyirlər, ola bilsin ki, hökmünü bilmirlər. Qanı kəsdikdən sonra, malı kəsdikdən sonra təmiz qabda malın qanını götürürlər. Və həmin qanı saxlayandan sonra baxırsan ki, qan laxtalanır, qan donur. Və sonra onu elə bil ki, qan təmiz donduqdan sonra onu kəsirlər, yəni kletka ət kimi tikə edirlər, sonra onu qızardıb təkrar yeyirlər. Və bunu artıq mən bəzi müsəlmanlarda özüm şahidi olmuşam ki, yediyini görməmişim, lakin göstəriblər ki, bu qan yiyənlərdən biridir. Ona görə həmçinin cahiliyyə dövründə kafirlər aclıq dönəmində heyvanları tutarlardı, kəsərlərdi, yaralayarlardı, qanını axtarlardı və yaxud kəsib yaralı yerindən qanını ağızlarını diləyib sorub içərlərdi. Bu hal-hazırdakı dövrdə də davam edir. Bəzi insanlar elə qanı götürüb yeyir, bəzi insanlar elə qanı diri-diri, qanı qurumamış götürür içir. Hər halda ümumiyyətlə istəyirsən bişir, istəyirsən bişimə, qan yemək kəsinliklə haramdır. Əgər damarın içində qalarsa, istərsən qanadlı heyvanlar olsun, istərsən 2 ayaqlı heyvanlar olsun, istərsən 4 ayaqlı heyvanlar olsun, əgər damarının içində, ətinin içində qalarsa, o qan
onun o qanı yeməyin zərəli yoxdur. Çünki o az və çıxardılması qeyri-mümkün qanlardandır. Və həmçinin donuz əti yemək. Donuz əti yemək kəsinliklə haramdır. Həmçinin İsa aleyhissalam, İsa Peyğəmbər axır zamanda, axirət günündən, qiyamət günündən öncə endikdə ən birinci etdiyi şeylərdən biri də donuzları qıracaq yer üzündə. Bütün donuzları qıracaq və bütün xaçları sındıracaq. Çünki iftiradır İsa aleyhissalamın dinində. İsa aleyhissalamın asıldığını etiqad eləmək İsa aleyhissalama böhtandır və həmçinin Quran-ı Kərimi inkar eləməkdir. Çünki məlumdur ki, İsa aleyhissalam ölməyib, İsa aleyhissalam çarmıha çəkilməyib və İsa aleyhissalam Allah-u Teala göğe çəkibdir, öz bədəni ilə, öz ruhu ilə qiyamət gününə yaxın, axirət gününə yaxın İsa aleyhissalam enəcəkdir, Peyğəmbər s.ə.v şəriəti ilə hökm edəcəkdir. İnsanların körlüğünə dəlildir, haqqı görən gözlərinin olmamağına dəlildir. Baxsaq ki, bəzi insanlar sual verir ki, bəs Allah-u Teala nəyə görə yaradıb donuzu və özü haram edir? Birincisi, bunu belə sual verən insanlar şəksiz ki, ağılda kamil olmayan insanlardır. Allah-u Teala'nın işinə qarşıyan insanlardır. Allah-u Teala elə bir şey əmr etmir ki, həmin o əmr etdiyi şeydə bir hikmət olmasın. Və yaxud da Allah-u Teala elə bir şeydən çəkindirmir ki, o çəkindirdiyi şeydə bir hikmət olmasın. İnsanlar onun hikmətini bilməkdə, bəzilərin hikmətini bilirlər, bəzilərin hikmətini bilmirlər. Və şərt də deyil ki, insanlar həmişə hikmətini bilsinlər. Ona görə Allah-u Teala bəzi şeylər yaradır və onun yeyilməsini istisna eləyir. Necə ki, həmin o insanlara demək olar ki, deyə Allah yaradıb, nə üçün yemək olmaz? Yaxşı, biz o zaman deyərik ki ona, soğulcanı da Allah yaradıb, niyə yemirsən? Ağzındakı tüpürcəyi də Allah yaradıb, nəyə görə yemirsən? Və s. Yeyilməsi murdar olan şeylər, nəyə görə yemirsən? Və həmçinin Allah-u Teala donuzu yaradıb ki, insanları imtihana çəksin. Kim Allahın əmrinə uyur, kim Allahın əmrinə uymur, göz qabağında olsun. Haqq açıqdır. Hər kəsin qarşısında. Ona görə kəsinliklə donuz əti yemək olmaz. Nəyə görə donuz əti yeməyi xüsusən də Quran-ı Kərimdə gəlir? Məlumdur ki, it əti yemək də olmaz. Məlumdur ki, pişik ət yemək də olmaz. Məlumdur ki, aslan ət yemək də olmaz, ayət yemək də olmaz, tülk ət yemək də olmaz, canavar ət yemək də olmaz. Nəyə görə? Çünki çox insanların yediyi heyvan hansıdır? Donuz. Ona görə Allah-u Teala bunu misal çəkir, Quran-ı Kərimdə çəkindirir. İnsanların çoxu bu dövrdə də məlumdur ki, hətta insanlar var ki, donuz ətini quzu ətindən daha çox sevir. Və bəzi ölkələrdə donuz əti quzu ətindən daha bahadır, daha qiymətlidir. Ona görə Allah-u Teala misal çəkir donuzu və onun yeyilməsini haram edir. Yaxşı. Əgər bir müsəlman yola çıxarsa, səfərə və yaxud müəyyən bir yerə, yolda birdən yeməyi qutardı, heç nə tapmadı, heç bir şey yoxdur yeməyə, sadəcə bir dənə donuz var, donuz görür. Yeməsə öləcək, mütləq öləcək, onu yeməyə şəriət icazə verir, yoxsa vermir, yenə haramlıq üstündə qalır. Allah-u Teala ona icazə verir. Əgər müsəlman öləcəksə, o zaman donuzu kəsib yeyə bilər. Nə qədər? Boğazına çıxana kimi yeyə bilərmi? Xeyr. Sadəcə yaşamasını idarə eləyənə kimi. Yəni, o qədər yeyir ki, o insan yaşasın deyə. Onu qızardıb, yaxşı lülə kabab çəkib, şişlər çəkib, oturub yeyib içmir. Xeyr. Sadəcə hacətini gedirənə kimi, aclığını keçirənə kimi
Yəni ki, bir yemək tapana kimi onu yeyə bilər. Yaxşı. Müsəlman donuzu tapdı və yaxud bir ölünü tapdı. Heyvan ölüsü. Bilmir ki, sonra onun qarşısına yemək çıxacaq, yoxsa yox. Həmin donuzu orada bir balaca yeyib, tərk edib gedə bilər, yoxsa özü ilə götürə bilərmi? Bəli, özü ilə götürə bilər. Nə vaxt kimi? Ta tapana kimi. Bir, qarnını doyduran şey tapdıqda artıq onun hökmü təkrar haramlığa qayıdır. Məlumdur ki, həmçinin içki içmək, araq içmək, çaxır içmək də nədir? Haramdır. Lənətlənib onu içənlər. Yaxşı. Əgər bir insan elə bir yerdə olarsa, tutaq ki, birdən boğazında nəsə qaldı, loxma qaldı və heç bir şey tapmır, boğazından aşağı ötürməyə, sadəcə araq da. İçə bilər boğazından ötürmək üçün, yoxsa yox? İçə bilər. Görün, İslam dini necə sadə dindir. İslam dini necə rahat dindir. İslam dinində çətinlik varmı? Yoxdur. Allah-u Teala haram eləyir, amma zərurət olduğunda haramlığından çıxır. Allah Teala əmr eləyir ayaq üstə namaz qılmağa. Qıla bilmirsən, otura qıl. Otura qıla bilmirsən, uzana qıl. Əmr eləyir Allah Teala dəstəmaz almağa. Su yoxdur, nə edirsən? Təyəmmüm edirsən. Dində çətinlik var? Yoxdur. Bəzi insanlar ona görə görürsən ki, haramlardan çəkinə bilmir. Və Allah-u Teala 1000 dənə içki şeylər halal eləyib. Sokların 1000 dənə növləri var. Lakin içindən bir dənə Allah-u Teala sərxoş edənləri haram eləyib. İnsanlar o qədər içkinin halalları görmürlər. İmenli gəlib hansı haramda ondan möhkəm tuturlar. Deyildikdə deyirlər ki, bəs bu da meyvədən yaranmayıb. Əli meyvədən yaranır. Onu sən düzəltmişsən. Allah Teala göydən araq endirmir. Allah Teala yerdən araq çıxartmır. O Allah Teala siz yeməyə, biz yeməyə, insanlara meyvə, dadlı, tamaqlı meyvə göndərir. Ona Allah Teala deyir ki, yeyin, için, israf eləməyin. Həmçinin meyvələrdən araq qarmaq israfdır, yoxsa yox? İsrafdır. Həmçinin onu düzəldən lənətlənir. Eləcə də ətlər, balıq ətiyi, quş ətiyi, toyuq ətiyi, qoyun ətiyi, quzu ətiyi, cüyür ətiyi, maral ətiyi, ətlərin növlərini saysan balı varmı? Nə üçün gəlib donuz yeməlisən? İnsana deyildikdə ki, o qədər Allah Teala ətləri haram eləyib, bir dənə donuzu haram eləyib. Deyib, donuz da ət deyil mi? Donuzu Allah yaratmayıb. Onu demək lazımdır, sən nə üçün ilan ət yemirsən? Onu da Allah yaradıbdır. Nə üçün tısbaq ət yemirsən? Kirpə əti niyə yemirsən? Dana dişi niyə yemirsən? Soğulcan niyə yemirsən? Hamısını Allah yaradır. Deməli, onda belə çıxır ki, o insan şəriəti axtarmır. Sadəcə Allahın əmrlərinə qarşı çıxmaq istəyir. Peyğəmbər s.ə.v səhih hədisdə buyurur ki, "Lə yədxulul cənnətə ləhmun nəbətə min suhtin ən-nəru əvlədihi." Cənnətə girməyəcəkdir o ət ki, o bədən ki, haram yeməklərdən bitib. Haram yeyintilərdən böyüyən ətlər, bədənlər cənnətə girməyəcəkdir Peyğəmbər s.ə.v. Və cəhənnəm daha haqlıdır o ətləri yandırsın. Ona görə donuz əti yeyənlər, kökələnlər, böyüyənlər, ölü ət yeyib böyüyənlər, qan yeyib böyüyənlər, onlar cəhənnəmə girəcəklər, yoxsa yox? Cəhənnəmə girəcəklər, əgər Allah Teala onları bağışlamasa. Peyğəmbər s.ə.v həmçinin nəhy edib, nərd oynamağa. Nərd oynamağa Peyğəmbər s.ə.v qadağan edib. Deyir ki, mən lə'ibə bin nərdəşir fəkəənnəmə sabiqə yədəhu fi ləhmi xinzir o demir. Deyir, kim nərd oynayarsa, elə bil ki, əlini donuz yağına və donuz qanına batırmış kimidir, deyir Peyğəmbər s.ə.v. Nərd oynayan kəslər, əlini donuz yağına və donuz qanına batırmış kimidir. Gör Peyğəmbər s.ə.v nəyi misal gətirir? Haramdır yoxsa yox, donuz qanına, donuz yağına, əlinə ayağına batırmaq. Haramdır yoxsa yox? Haramdır.
Əgər əlini batırmaq haramdırsa, bəs onun yeməyinin haramlığı necədir? Baxdır. Donuzun yağını, ətini yeməyin haramlığı. Allah Teala'dan diləyirəm ki, bizi haram yeməklərdən uzaq etsin. Amin. Və həmçinin İmam-ı Zəhəbi böyük günahlardan hesab edir çəkidə və ölçüdə aldatmağı. İnsanlar hərisdirlər ki, həmişə aldıqda, bir tərəvəz aldıqda, məsələn, ticarət edirsən. Nəyisə aldıqda sən nəyə çalışırsan? Düz almağa. Heç bir qram əksik olmasın, çəkidirsə. Əgər ölçüdürsə, heç bir santı əksik olmasın. Əgər əksik olarsa, neyini? Davadalaş salacaqsın. Almayacaqsın, geri verəcəksən. Amma satdıqda isə həmişə çalışır ki, bir qram az versin ona. Bax, bir santı az kəssin. Bu insanların qaydasıdır. Çəkidə və ölçüdə aldatmaq böyük günahlardandır. Çəki ölçülərdə olur. Ha? Çəki ölçülərdə olur. Çəkilən şeylərdə olur. Ölçü isə ölçülən şeylərdir. Allah-u Teala Quran-ı Kərimdə Mutaffifin surəsinin 1-ci ayəsindən 6-cı ayəsində kimi bunu izah edir. Və buyurur: "Vaylun lil mutaffifin." Vay olsun, cəhənnəm olsun çəkidə və ölçüdə aldıranlara. "Ellezine izektalu alen-nas yestawfun." O kəslər ki, insanlardan aldıqda dəqiq alarlar. Heç bir şey az olmağını istəməzlər. Və izə kəluhum əv vəzənuhum yuxsirun. Onları çəkib verdikdə və yaxud ölçüb verdikdə azaldarlar. Düzgün verməzlər. Ələ yazunnu ulaikə ennəhum məb'utun. Allah Teala buyurur, o kəslər eləm zənn edir, eləm güman edirlər ki, onlar məhşər meydanında dirilməyəcəklər, bizə qayıtmayacaqlar. Liyevmin azim. Böyük bir şiddətli bir gündə yevmə yaqumun nas li rabbil alamin. O gündə ki, bütün insanlar Rəbbinin huzuruna qalxacaqlar. Bəli, çəkidə və ölçüdə işləyənlərin aqibəti çox çətindir. Əgər ədalətli olmazlarsa. Abdullah ibn Abbas deyir ki, halal mal qazanmaq, Abdullah ibn Abbas, bir dağı bir dağın üstə qoymaqdan daha çətindir. Ona görə müsəlman həris olmalıdır. Ticarət etdikdə heç kəsi aldatmasın. Nə çəkisində, nə də ölçüsündə. Allah Teala'dan istəyirəm ki, bizi doğru dürüst qullarla eləsin. Allah Teala'dan diləyirəm ki, bizi haramlardan uzaq etsin. Allah Teala'dan diləyirəm ki, bizi halal nemətləri ilə rızıqlandırsın və verdiyi nemətlərə bərəkət versin. Sallallahu aleyhi və səlləm.